Hər kəsə salam. Axır ki mən kamera qarşısına yenidən keçirəm və bir Azərbaycan romanı haqqında danışmaq istəyirəm bu dəfə. Üzərində danışmaq istədiyim mövzu Yusif Səmədoğlunun Qətl Günü romanı olacaq. Hansı ki bu roman 1981-84-cü illərdə yazılmışdır, ancaq 1987-ci ildə nəşr olunmuşdur və eləcə də 2014-cü ildə Azərbaycanın 20-ci əsrdə yazılmış ən yaxşı romanı nominasiyasına layiq görülmüşdür. Açığı mən 20-ci əsrdə yazılmış bütün Azərbaycan romanlarını oxumamışam. Ona görə və eləcə də həmin o dəyərləndirmə zamanı hansı Azərbaycan romanları qiymətləndirilib deyə bilmirəm. Xəbərim yoxdur bundan. Ona görə də həqiqətən dəmi 20-ci əsrdə yazılmış ən yaxşı Azərbaycan romanıdır sualına cavab verə bilməyəcəm. Amma onu deyə bilərəm ki, həqiqətən də Azərbaycan ədəbiyyatında yazılmış güclü romanlardan biri hesab oluna bilər. Mən oxudum, səsli kitab formasında da oxumuşam. Kanalımda var, keçib izləyə, qulaq asa bilərsiniz. Çox sevdim mən bu romanı və hətta təhlil etmək istəyərkən, yəni əsərin üzərinə düşünərkən ikinci dəfə yenidən oxudum. İkinci dəfə oxuyanda demək olar ki, daşlar daha da yerinə oturdu. Çünki oxusanız və yaxud da ki, qulaq assanız görəcəksiniz ki, birazcıq qarışıq romandır. Mən deyərdim ki, bu roman ən azından 2 dəfə oxunulmalı olan əsərlərdəndir, tam başa düşülməsi üçün. Sual oluna bilər ki, bəs nəyə görə bu əsərin məzmunu qarışıq hesab olunur? Mənə elə gəlir ki, burada 2 başlıca səbəb var. Birinci səbəb odur ki, əsərin məzmunu maqik realizm üslubundadır. Yəni birazdan maqik realizm üslubu haqqında daha ətraflı danışacağam. Ancaq onu deyim ki, maqik realizm üslubunun xüsusiyyətlərindən olan realizmlə maqizmin, mifoloji ünsürlərin qarışması əsərin oxunaqlığını biraz ağırlaşdıra bilər. Əsərin başa düşülməsini biraz çətinləşdirə bilər. İkinci bir səbəb isə odur ki, bu əsərdə 3 fərqli dövrdən danışılır, yəni 3 fərqli tarixi dövrdən danışılır. Və buna görə də hər bir dövründə öz hadisələri var və bu hadisələr 3 fərqli süjet xətti üzərində gedir. Əsərdə hadisələrin göstərildiyi bu 3 fərqli tarixi dönəmin birincisi 18-ci əsrə aiddir. Yəni hadisələr biz deyə bilərik ki, Ağa Məhəmməd Şah Qacarın hakimiyyəti dövründə keçir. Çünki birinci dövrdə bir hökmdarın təsviridir və bu hökmdarın adı çəkilmir. Əsər boyu Yusif Səmədoğlu ancaq hökmdar deyir, hökmdar olaraq adlandırır bu obrazı. Ancaq obrazın xarici görünüşünün təsvirində, xüsusiyyətlərinin təsvirində və yaxud da ki, hərəkətlərindən biz başa düşürük ki, bu Ağa Məhəmməd Şah Qacardır. Əsərdəki ikinci dövr isə Sovet hakimiyyəti illəri ilə əlaqəlidir. Əsasən də 1937-ci il repressiyaları dönəmindən danışılır və bu dönəmdə də Sədi Əfəndi adlı bir obraz yaradılmışdır və yenə də bu obrazın da xüsusiyyətlərinə baxanda biz başa düşürük ki, əslində bu Hüseyn Cavidin prototipi əsasında yaradılmış bir obrazdır. Çünki hətta Qətl Günü adlı filmə də baxsanız, hansı ki, ssenari müəllifi elə Yusif Səmədoğlunun özü olmuşdur. Bu filmdə də yaradılmış obraz xarici görkəm etibarilə tamamilə Hüseyn Cavidə oxşuyur. Digər bir tərəfdən isə 3-cü dövrdən danışsam, hadisələr bu zaman 1980-ci illərdə baş verir. Yəni Yusif Səmədoğlunun özünün yaşadığı, yəni özünün bu əsəri yazdığı dönəm, yəni müasir dövrdən danışılır. Və biz əsər boyu bu 3 dönəm arasında gedib gəlirik. Və mən onu qeyd etmək istəyərdim ki, bu 3 dönəm nə qədər də bir-birinə uzaq görsənsə də, əslində elə yazıçı bu dönəmləri elə yaradıbdı ki, sanki bir görünməz bağlarla bu dönəmləri bir-birinə bağlamışdır. Ona görə də heç də bir-birindən əlaqəsizdir deyə bilmərik. Ən əsas səbəb isə o idi ki, bu əsəri oxuyanda gördüyüm yazıçı bu 3 dönəmin üçündə də
eyni tipdə qarşıdurmanı, eyni tipdə konflikti ortaya qoyur. Şablon bir cümlə var. Tarix təkrarlanır. Həqiqətən də biz bu Azərbaycan xalqının əslində keçdiyi 3 fərqli tarixi dönəmi görəndə biz başa düşürük ki, hər dövrdə, hər dönəmdə eyni tipdə konfliktlər olmuşdur və eyni tipdə qarşıdurmalar var idi. Bəs bu qarşıdurmalar hansı idi, nə idi? Yazıçı nə demək istəyirdi əslində bu əsərdə? Onun haqqında gəlin danışmağa keçim. Bu əsərdəki konflikt haqqında ədəbiyyatçılar belə bir ifadə işlədirlər. Xeyirlə şərin mübarizəsi. Və oxuduğum əksər məqalədə mən bu ifadəni gördüm. Amma açığı bu ifadə mənə çox köhnə səslənir. Çünki ədəbiyyat oxuyanlar bilərlər. Şifahi xalq ədəbiyyatından tutmuş, biz demək olar ki, bütün əsərlərdə konfliktin xeyir və şər arasında keçdiyini deyirik və başqa bir söz demirik. Əm, Sual olunur ki, bəs bu xeyirlə şər konkret olaraq nədir? Hansı tərəflər var ki, biz onu xeyir adlandırırıq, digər tərəfi şər. Birmənalı şəkildə biz xeyirlə şər deyib şablon bir ifadə istifadə edib bunun üstündən keçə bilmərik. Və mənə maraqlı gələn odur ki, bir şəxs ola bilsin ki, bu əsəri təhlil edən zaman xeyirlə şərin mübarizəsi deyibdi və digərləri sanki onun sözünü təkrar ediblər. Və ona görə də əsərdə qarşıya qoyulan qarşıdurmaları və konflikti göstərmək üçün sadəcə bu ifadəni istifadə edib keçməyəcəm. Bəs bu qarşıdurmanın real tərəfləri hansılar idi? Mənim fikrimcə burada iki tip qarşıdurma var idi. Birincisi, üst qatda olan konflikt hakimiyyətdə olanlarla şairlər, yazıçılar, yəni ədəbi düşünürlər, yəni azad düşüncənin tərəfdarları olanlar arasında idi. Və mən burada hakimiyyət deyərkən demokratik rejimlə idarə olunan hakimiyyəti nəzərdə tutmuram. Burada avtoritar və totalitar rejimlərlə idarə olunan ə, hakimiyyət formalarını deyirəm. Çünki bu tip rejimlərdə söz azadlığı deyilən bir məfhum demək olar ki, olmur. Ya çox məhdudlaşdırılmış formada olur, ya da tamamilə qadağan olunur. Həqiqətən də biz birinci dövrə baxsaq görəcəyik ki, Ağa Məhəmməd Şah Qacarın hökmranlığı altındakı o hakimiyyət avtoritar monarxiya rejimi ilə idarə olunan hakimiyyət forması idi. Və burada bu tip rejimlərdə önəmli olan şey açıq söz azadlığı olmur. Onlar söz azadlığını düzdür məhdudlaşdırmış olurlar. Ancaq hökmdarın əsas fikri, əsas niyyəti sadəcə əraziləri işğal etmək idi, vahid bir dövlət yaratmaq idi. Bu kimi şeylərə önəm verirdi. O şairlərin, yazıçıların nə düşündüyünü çox da önəmsəmirdi. Əlbəttə ki, hökmdara qarşı konkret birbaşa olaraq ittihamlar irəli sürmürsə. Amma ikinci dövrdə isə biz görürük ki, totalitar rejimlə idarə olunan Sovet hakimiyyəti var və burada məsələ bu cür hakimiyyət formalarında məsələ təkcə ərazi işğal eləmək, ərazilərini genişləndirmək deyil. Burada eləcə də insanların, kütlənin idarə olunması və onların beyinlərinin yuyulması, onların düşüncələrinin dəyişdirilməsidir. Və düşüncələri dəyişdirmək istəyən bir hakimiyyət formasının qarşısında azad düşüncəni təbliğ edən, azad düşüncə ilə söz deyən insanlar, yazıçılar, şairlər onların təhlükəli düşmənləri mövqeyində olmuş olurlar. Çünki bir tərəfdə hakimiyyət deyir ki, Marksizm-Leninizm ideologiyası olmalıdır. Digər tərəfdə Hüseyn Cavid kimilər, Mikayıl Müşfiq kimilər özlərinin bəşəri ideyalarından danışırlar. Xalqları haqqında, xalqların azadlıqlarını düşünürlər. Bu cür şairlər, yazıçılar qarşı tərəfdəki hakimiyyətin gətirmək istədiyi, yaymaq istədiyi ideologiyanın fəsadlarını, altında yatan təhlükəni, törədə biləcək faciələri əvvəlcədən görürdülər. Ona görə bunun qarşısını almaq istəyirdilər. Onların məqsədi hakimiyyətə qarşı olmaq deyildi. Yəni
hakimiyyətə qarşı olmaq məqsədi ilə əsərlər yazmırdılar. Xalqın azad ideologiyasını, azad düşüncəsini qorumaq, müdafiə etmək idi. Xalqın azadlığını düşünmək idi, yəni qısacası onların istədiyi. Tarix boyu, əsrlər boyu bu cür qarşıdurma olubdu. Bax, o ədəbiyyatçıların xeyir və şər arasındakı mübarizə dedikləri şey əslində budur. Ümumiləşdirilmiş formada düzgün ifadədir. Ancaq açdıqda biz tam olaraq başa düşürük ki, burada məsələ nədən gedir. Bu üst qatda olan qarşıdurmadır. Alt qatda olan qarşıdurma isə şairlərin, yazıçıların öz aralarında olan qarşıdurmadır. Çünki biz bir tərəfdə Sədi Əfəndi obrazını görürük. Birinci dövrdə edam olunan şairləri görürük. Və eləcə də xəstə əsərdəki birazdan bütün bunlar haqqında danışacağam. Əsərdəki xəstə obrazı var, o da bir yazıçıdır, onu görürük. Bir tərəfdə bu cür öz düşüncələrini azad formada ifadə etmək istəyən şair və yazıçıları görürük. Digər tərəfdə isə hakimiyyətin dediklərini diktə edən, onların ideologiyasına uyan, öz mənafələrini düşünən şair və yazıçıları görürük. Əslində qarşıdurmanın alt qatındakı bu konfliktdə iki intellektual beyin arasında gedən mübarizənin şahidi oluruq biz. Acı da olsa biz onun şahidi oluruq ki, bu qarşıdurmalarda hər zaman öz azad düşüncəsini ifadə etməyə çalışan yazıçı və şairlər təqib olunublar, təhlükəli görsəniblər. Onlar bəzən xalq düşməni elan olunublar, onlar edam olunublar və yaxud da ki, repressiyaya məruz qalıblar. Amma burada bir paradoks yaranır. Tarix sübut edir ki, bu cür təqiblərə məruz qalsalar da, illər sonra, əsrlər sonra insanların beynində yaxşı yerdə qalanlar, düşünülənlər, adları yaşayanlar elə məhz bu şairlər və yazıçılar olur. Nə o siyasilər, nə də ki o hakimiyyəti təbliğ edən, onların dediklərini öz əsərlərində göstərən, insanlara çatdırmağa çalışan şair və yazıçılar yaşamırlar. Yaşayanlar məhz ölsələr belə, yaşayanlar məhz Hüseyn Cavid kimilər, Mikayıl Müşfiq kimilər olur. Əsərin konfliktini başa düşdüyümüzə görə gəlin keçək əsərin üslubu haqqında danışmağa. Əsər magik realizm üslubunda yazılmışdır. Bəs belə bir sual var. Magik realizm nədir? Əgər yazıçı real hadisələrin arasında mistisizmdən istifadə edirsə, mifik obrazlardan istifadə edirsə, mifologiyaya üst tutursa, xalqın inanclarından danışırsa, dastanlarda, nağıllarda, şifahi xalq ədəbiyyatında istifadə olunmuş sehrli obrazlardan, sehrli süjetlərdən istifadə edirsə, bu magik realizmdir. Çünki magik realizm üslubunda yazan yazıçılar həmin o xalq inanclarını əsərdəki real hadisələrin içində elə formada işlədirlər ki, bu sehrli olsa da bütün bunlar, ancaq əsərin real obrazları tərəfindən normal qarşılana bilir, normal qəbul edilir. Necə ki, Qətl Günü romanında da biz Kirlikir adlı bir obrazı görürük. Hansı ki, bu obraz Siçovul obrazıdır. Ancaq Siçovul danışır. Siçovul danışır, o müəyyən şeyləri tənqid edir və onun danışığını digər obraz, xəstə adlandırılan obraz eşidir. Aralarında bir dialoq keçir. Ancaq danışan Siçovulu görən xəstə obrazı bunu İlk öncə qəribə qarşılasa da, daha sonra bu duruma öyrəşir, bu vəziyyətə öyrəşir. Düzdür, qeyd edir ki, mən kimsə bilsə ki, kiməsə desəm ki, mən Siçovulla danışıram, hər kəs düşünəcək ki, mən dəliyəm. Amma buna inanır, bunun real olduğunu düşünür. Bəlkə də bu bir yuxu idi. Bəlkə də bu xəstə obrazının beynində yaratmış olduğu illüziya idi. Yazıcı Kirlikir obrazı ilə Kirlikir obrazının dilindən çox güclü mesajlar verirdi. Bəlkə də başqa obrazların dilindən deyə bilməyəcəyi sözləri yazıcı məhz elə Siçovul obrazının
dili ilə demişdim. O da ola bilər. Amma güclü bir priyom idi yazıçının istifadə etdiyi. Dediyim kimi, Qətl Günü romanı maqik realizm üslubunda yazılmış bir roman idi. Amma biz deyə bilmərik ki, bu maqik realizm cərəyanına aiddir. Çünki bu hissədə mən ədəbiyyat nəzəriyyəsi haqqında danışacağam. Çünki mənə elə gəlir ki, maqik realizm termini dedikdə bu həm üslubla əlaqələndirilir, həm də cərəyanla əlaqələndirilir. Amma üslub və cərəyan arasında çox böyük bir fərq var. Ə, yəni Qətl Günü romanı maqik realizm üslubunda yazılmış bir romandır, bəli. Ancaq maqik realizm cərəyanı ilə aralarında heç bir əlaqə yoxdur. Ə, üslub və cərəyan arasındakı fərq nədir? Cərəyan dedikdə biz onu nəzərdə tuturuq ki, bu zaman konkret bir tarixi dövr olmalıdır. Yəni konkret bir tarixi dövrdə, konkret bir coğrafi ərazidə, konkret bir ideologiya altında birləşən yazıçılar bir ədəbi cərəyanı yaradırlar. Maqik realizm cərəyanı 1940-70-ci illərdə Latın Amerikasında yaradılmışdır. Yəni Latın Amerikası yazıçıları başda Gabriel Garcia Marquez, Jorge Amado olmaqla sırf müstəmləkəçiliyə qarşı durduqları mövqedə bu cərəyanı yaratmışdırlar və maqik realizm üslubunda əsərlər yazmışdılar və bu əsərlərində onlar öz xalqlarının inanclarına, öz xalq inanclarına dayanaraq bir çox sehrli obrazlardan, maqik obrazlardan istifadə etmişdirlər. Və onların əsas məqsədi, əsas ideologiyası o idi ki, həmin dövrdə ədəbiyyatda Avropa rasionalizmi hökm sürürdü. Demək olar ki, böyük əksəriyyətdə əsərlərdə Avropalıların realizmi var idi və Latın Amerikası müstəmləkə altında olduğu zaman onlar ədəbiyyata yeni bir səs, yeni bir nəfəs, öz xalqlarından bir yenilik gətirmək istədilər. Buna görə də onlar yazdıqları əsərdə realizm var idi və eləcə də öz xalq inanclarına dayanan mifik obrazlar, mistik obrazlar, mistik süjetlər, personajlar, xalq inancları var idi. Və beləliklə onlar əslində istəklərinə nail ola bildilər. Yəni ədəbiyyatda maqik realizm üslubu, maqik realizm cərəyanı geniş şəkildə yayıldı. Yəni yalnızca o konkret ərazidə qalmadı. Cərəyan olaraq ordaydı və cərəyanla üslubun əslində fərqi buradadır. Maqik realizm cərəyanı dedikdə, bəli, Latın Amerikası nəzərdə tutulur, ancaq üslub olaraq yalnız eyni coğrafi ərazidə qalmadı, bütün dünyaya yayıldı. Yəni qlobal bir şəkil aldı və eləcə də digər bir nailiyyətləri o oldu ki, Gabriel Garcia Marquez Nobel mükafatına layiq görüldü. Sırf bu cərəyandan çıxan bir yazıçının belə bir mükafata layiq görülməsi əlbəttə ki, o cərəyanın artıq o üslubun cərəyan səviyyəsinə qalxdığını göstərən ən böyük işarələrdən biridir. Yəni sözümü nəyə gətirirəm? Cərəyanı qoyuruq bir tərəfə. Qətl Günü romanının maqik realizm cərəyanı ilə yaxından uzaqdan əlaqəsi yoxdur. Yəni ədəbi cərəyan yarana bilər və o öz istəklərini reallaşdıra bilər, öz ideologiyasını yaya bilər, daha sonra öz fəaliyyətini dayandıra bilər. Bu o demək deyil ki, o üslubda, bu cərəyanın istifadə etdiyi üslubdan başqa ədəbiyyatçılar istifadə etməyəcəklər. Azərbaycanda, Hindistanda, Çində, Uzaq Şərqdə, yəni və yaxud da ki, Avropada və yaxud da ki, Afrika ədəbiyyatında bu üslub istifadə olunmağa davam etdi. Necə ki, Haruki Murakami Yaponiyada öz əsərlərini bu üslubda yazırdısa, bu o demək deyildi ki, o Latın Amerikası yazıçılarının ideologiyasını mənimsəmişdi. Xeyr, sadəcə onların üslubundan istifadə edirdi. Yəni üslubla cərəyan arasındakı fərq demək olar ki, bundan ibarətdir. Digər bir tərəfdən, Azərbaycan ədəbiyyatında isə bu üslubdan
20-ci əsrin ikinci yarısında istifadə olunmağa başladı və biz Yusif Səmədoğlunun əsərlərində, yalnızca bu əsərində deyil, digər əsərlərində də maqik realizm üslubunu görə bilirik. Hətta deyərdim, deyilənə görə ki, mən o deyilənlər gəldi başa romanını oxumamışam. O əsərdə hətta daha çox maqik realizm üslubu hiss oluna bilir. Yəni Qətl Günü romanı ilə müqayisədə. Gəlin əsərin məzmununa da keçək və daha ətraflı əsərin məzmunu haqqında sizə biraz danışım. Hadisələrin baş verdiyi 18-ci əsrdəki birinci dövrdən gəlin başlayım əsərin məzmunu haqqında danışmağa. Burada göstərilir ki, hökmdar, hansı ki Ağa Məhəmməd Şah Qacar olduğu düşünülür, yeni ərazi zəbt etmişdir və bu ərazidə yerli əhaliyə qarşı divan tutulur. Qadınlar, kişilər öldürülür, yerli əhalinin qız və qadınlarına qarşı qeyri-etik hərəkətlər tətbiq olunur sərbazlar tərəfindən, yəni döyüşçülər tərəfindən. Belə bir vəziyyətdə xəbər gəlir hökmranın qulağına çatır ki, bir gavur qızı üstündə iki sərbaz arasında, qardaş olan iki sərbaz arasında dava düşmüşdür və bir qardaş digər qardaşı öldürmüşdür. Və bu hökmdarı əsəbləşdirir, digər sərbazı yanına çağırır, onu edam olunmasına qərar verilir və bu sərbaz öldürülür. Gavur qızı isə hansı ki ağ uzun saçlı formada təsvir olunmuşdu. Gavur qızı isə buraxılır, gedir. Digər bir tərəfdən hökmdar bu əraziləri işğal etsə də, ancaq bir qalanı hələ tuta bilməmişdir. Qala müdafiə olunur və qalanın içindəkilər hökmdara təslim olmaq istəmirlər. Amma bir müddətdən sonra buradan iki şair hökmdarın hüzuruna gələrək bildirir ki, bir şərtlə təslim olarıq. O da əgər iki şair var, o şairlər edam olunsa. Ağa Məhəmməd Şah Qacar razılıq verir. Çünki onun üçün önəmli olan xalqın şairləri deyildi. Onun üçün önəmli olan ərazi idi və o əraziləri qalanı işğal etmək istəyirdi. Və buna görə də iki şairin edamı icra olunur və həmçinin də bu dövrdə, birinci dövrdə Üfləmə Qasım adlı bir obraz görürük. Bu obraz sarayın təlxəkilərindən biridir. Hər kəsə çox əhəmiyyətsiz görsənən, hər kəsin məzələndiyi, saraylarda göstəriş üçün, əyləncə üçün istifadə olunan adi sıradan bir obraz görürük ki, Üfləmə Qasım. Amma Üfləmə Qasım obrazı bu şairlərin edam olunacağı xəbərini eşidəndə şairlərin əlyazmalarını götürərək gizlin formada aradan çıxıb qaçmaq istəyir. Üfləmə Qasım şairin əlyazmalarını götürüb qaçırarkən meşədə 10 uşağa rast gəlir. Bu 10 uşaq isə Odunçu Bəhlul adlı bir şəxsin uşaqları idi, hansı ki bu uşaqların ataları da, anaları da hökmdarın sərbazları tərəfindən öldürülmüşdü və uşaqlar öz canlarını götürüb qaçıb meşəyə sığınmışdılar. Üfləmə Qasım gəlir meşədə bir ağacın altında, bir daxmanın altında bu uşaqları tapır. Hamısı qorxu içindədir, hamısı ağlayır, qışqırır, acdılar, yeməkləri yoxdur. Demək olar ki, ölümə tərk olunublar burada və tək yetim, ac, susuz qalıblar meşənin ortasında. Üfləmə Qasım gəlir. Mənə elə gəlir ki, əsərin duyğusal yükü çox ağır olan hissələrindən biri idi. Üfləmə Qasım gəlir, sumkasında özü ilə yola götürmək istədiyi, götürdüyü azuqədən açır, pendirdən, çörəkdən verir, uşaqlar yeyir və başlayır öz təlxək paltarını geyməyə, onların qarşısında oyunlar oynayır, uşaqları əyləndirir. Daha sonra o uşaqların hamısını götürür, o əlyazmaları da götürür və çıxır gedir. Və ümumi olaraq əsərin birinci dövründəki hadisələr bu süjet xətti ətrafında gedir. Və nəticədə şairlərin öldürüldüyünü və öldüyünü görürük. Bu bizim birinci dövr idi. Keçək ikinci dövrə, hansı ki 20-ci əsrdəki repressiya dönəminə, 1937-ci il repressiyasından danışılırdı.
Biz bu dövrdə, baş obraz olaraq, Sədi Əfəndi obrazını görürük. Hansı ki, dediyim kimi Hüseyn Cavidin prototipi əsasında yaradılmışdır deyə bilərik. Onunla yanaşı biz görürük ki, Sovet hakimiyyəti dövründə, yazıçılara, şairlərə qarşı təqiblər var. Bildiyimiz bir faktdır. Ona görə bu əsər tarixi psixoloji roman adlandırılır. Və eləcə də A.Q. Adlı bir yazıçıdan da bəhs olunur. Burada qısaltma formasında verilir. Böyük ehtimalla adı A ilə başlayır, soyadı Q ilə. Tam olaraq ad çəkilməsə də, biz burada istənilən bir X yazıçısını, həmin dövrdəki repressiyaya məruz qalan istənilən bir X yazıçısını və yaxud da ki, şairini götürə bilərik. Mənası yoxdur, kimin olduğundan heç bir önəmi yoxdur. Önəmli olan odur ki, biz burada görürük ki, A.Q. adlı şəxs, yazıcı, ədəbi düşünür, artıq repressiyanın qurbanı olmuşdur. Başına nə gəlib bilmirik, sürgün mü olunub, yoxsa öldürülübmü, bunu bilmirik. Ancaq o axtarılır, tapıla bilmir və Sədi Əfəndi o da təhlükə altındadır. O da hakimiyyətdəki o hakim orqanların nəzarəti altındadır. Yusif Səmədoğlu bu ikinci dövrdə eləcə də bizə proletar şairlərini, yazıçılarını da göstərir. Hansı ki, Yazıçılar İttifaqının üzvlərinin əksəriyyətinin Sovet ideologiyasını artıq mənimsəmiş və bu ideologiyanın arxasınca gedən yazıçılarının təsvirini də bizə verir. Sədi Əfəndi kimilər artıq az qalmışdırlar, çünki əksəriyyəti artıq repressiya qurbanı olmuşdur və ona görə də bu yazıçıların içində Sədi Əfəndi fərqlənir və o da aradan götürülməlidir. Bu hissədə ikinci dövrdə eləcə də Akop Mirzəyan adlı bir erməni obrazı canlandırılmışdır. Əgər biz obrazların adlarına baxsaq, sizə qısaca deyə bilərəm ki, ikinci dövrdəki bu ədəbiyyatçıların dediyi xeyirlə şər mübarizəsində xeyir şər tərəfdə olan obrazları açıqlasam, onları deyə bilərəm ki, Akop Mirzəyan, hansı ki erməni obrazıdır və sanki Sədi Əfəndinin ağzından söz almağa çalışır ki, onu ələ versin, onu ifşalasın. Digər tərəfdən Muxtar Kərimli obrazı var. Muxtar Kərimli obrazı Yazıçılar İttifaqının sədridir böyük ehtimalla ki və Sədi Əfəndinin haqqında hökumətə böyük ehtimalla ki yazılar yazır. Çünki Sədi Əfəndinin üzünə qarşı Yazıçılar İttifaqının görüşlərində, iclaslarında Sədi Əfəndini savadsız olmaqla ittiham edir, Sədi Əfəndini yaxşı bir yazıçı olmamaqla ittiham edir və eləcə də hakimiyyətə qarşı gəlməsi ilə ittiham edir. Yəni ittihamlara məruz Sədi Əfəndini ittihamlara məruz qoyan bir obraz kimi göstərilir Muxtar Kərimli obrazı. Hansı ki biz bu obraza 3-cü dövrdə də rast gələcəyik. Onun haqqında birazdan danışacağam. Digər bir obraz isə Adil Salahov Qəmbəroviç obrazıdır. Hansı ki bu obrazda yazıçılara, ədəbi düşünürləri təqib edən və onları tələyə salmağa çalışan bir obrazdır. Necə ki bu obraz Sədi Əfəndini bir gün öz kabinetinə çağırır və əvvəlcə başlayır onu tərifləməyə. Siz çox gözəl yazılar yazırsınız, mən sizin əsərlərinizi oxumuşam, çox mükəmməldir. Və daha sonra soruşur ki, bəs sizin A.Q. ilə əlaqəniz nə idi? Və bu əsərin bu hissəsində Sədi Əfəndi qeyd edir ki, A.Q. ilə biz yaxın dostuq, hətta həyat yoldaşlarımız da bir-birlərini tanıyırlar və bizim ailəvi formada bir-birimizə gedişimiz, gəlişimiz var idi. O Azərbaycanın çox yüksək şairlərindən, yazıçılarından biridir, yəni ədəbi düşünürlərindən biridir. Bu sözü eşitmək elə Adil Salahova bəs edir. Sədi Əfəndinin bu sözlərini Adil Qəmbəroviç bir etiraf olaraq qəbul edir və
böyük ehtimalla ki, Sədi Əfəndi bunlardan sonra repressiyanın qurbanı olur. Növbəti qurbanı olmuş olur. Onu da qeyd edim ki, əsərin bir hissəsində göstərilir ki, Adil Salahov Qəmbəroviç onun hökmdar nəslindən gəldiyi deyilir. Və az öncə dedim ki, dövrlər arasında müəyyən bir gözə görünməz bağlarla sanki hadisələr bir-birinə bağlıdır. Biz buradan başa düşürük ki, Adil Salahov Qəmbəroviç elə yəqin ki, Ağa Məhəmməd Şah Qacarın nəslindəndir və necə ki, Ağa Məhəmməd Şah Qacar öz dövründə şairləri edam etdirdi, onlara divan tutdu və eləcə də bu dövrdə də Adil Salahov şairləri, yazıçıları repressiyaya qurbanı edir, repressiyaya məruz qoyur. Əsərin 3-cü dövrünə gəldikdə isə biz burada baş obraz kimi xəstə obrazını görürük və xəstə obrazının hər hansı bir adı yoxdur. Yəni əsərdə Yusif Səmədoğlu onu bir adla adlandırmır. Sadəcə xəstə deyir. Və biz başa düşürük ki, xəstə yazıçıdır. O müəyyən səbəbdən xəstələnmişdir və yataq xəstəsi olmuşdur. Və yoldaşı ona baxır, onun övladları var və bəzən dostları yanına gəlir, onu ziyarət edir. Ancaq bu dövrdəki maraqlı obrazlardan biri Səlimə xanım obrazıdır. Çünki Səlimə xanım Sədi Əfəndinin qızıdır. Səlimə obrazı isə müəyyən qədər psixoloji və ruhi xəstəliyi olan bir obraz kimi bəzən göstərilir və o cür canlandırılır. Ancaq ən nəhayətində o atasının yazdığı romanı, əlyazmalarını gətirib xəstəyə verərək məhv edilə bilmir. O əsər gəlib xəstəyə çatır. Bu mən deyərdim ki, çox güclü bir mesajdır. Çünki biz ilk dövrdə də Üfləmə Qasım obrazını gördük. Hansı ki, Üfləmə Qasım obrazı mənim bu əsəri oxuyarkən ümid işığımın yandığı yeganə bir yer idi. Əsər boyu əgər oxusanız görəcəksiniz ki, bir çox obrazlar ölür. Və birazdan danışacağım mağara motivi, Baba Kaha motivi ilə əlaqələndirilir bu ölümlər. Ancaq bütün bu ölümlərin xaricində yeganə bir təsəlliyə insan, bir ümid işığına sanki sığınır insan. O da Üfləmə Qasım obrazı idi. Çünki Üfləmə Qasım obrazı nəyin təmsilçisidir? Üfləmə Qasım obrazı keçmişimizi qorumağın və gələcək nəsillərə ötürməyin simvolikasını göstərir bizə. Çünki biz orada görürük ki, Üfləmə Qasım obrazı edam olunan şairin əlyazmalarını gizlədir. Yəni keçmişimizi qoruyur. Yəni milli kimliyimizi, mənsubiyyətimizi və bizi biz edən, bu xalq edən keyfiyyətlərimizi, ədəbi irsimizi, milli irsimizi qoruyur. Və eləcə də Üfləmə Qasım o 10 uşağı qoruyur. Yəni bizim gələcək nəslimizi. Yəni keçmişimizi gələcəyimizə ötürür. Burada bir körpü rolunu oynayır. Bizim milli irsimiz, ədəbi irsimiz gələcək nəsillərə ötürülmüş olur. 2-ci dönəmə gəldikdə, Sədi Əfəndinin yazmış olduğu o əsər. Bu əsərin adı biz Qətl Günü romanının ən sonunda başa düşürük ki, bu əsərin adı Qətl Günü imiş. Və bu əsərdə 2-ci dövrdə biz oxuyarkən Sədi Əfəndi ilə Adil Salahovun qarşılaşması səhnəsində biz görürük ki, Adil Salahov Sədi Əfəndidən soruşur ki, bəs bu Üfləmə Qasım obrazı nədir yaratmısan? Bu obrazı yaradarkən nəyi nəzərdə tuturdun? Sədi Əfəndi deyir ki, kimisə nəzərdə tutmurdum. Mən Türkiyəyə, İstanbula səfər edərkən
Orada arxiv şöbəsində belə bir obrazın tarixən real olduğunu görmüşdüm və o obrazı öz əsərimdə canlandırmışdım. Biz başa düşürük ki, Yusif Səmədoğlu belə bir şey etməyə çalışıb. Sədi Əfəndi əsəri yazmışdır. Bu əsər Sovet hakimiyyəti dövründə nəşr olunmur, icazə verilmir. Bu əsərdə Azərbaycanın tarixindən danışılır, hansı ki biz birinci dövrdə şahidi olduq. Üfləmə Qasımdan danışılır və böyük ehtimalla hökmdardan danışılır və bizim bu xalq yaddaşımız həmin o dövrdən gəlib müasir dönəmimizə qədər çatır. Əsərdəki digər önəmli obrazlardan birisi isə deyərdim ki, Baba Kaha obrazıdır. Çünki Baba Kaha obrazı bir mağara obrazıdır, bir mağaranın adıdır və Türk mifologiyasında, Azərbaycan mifologiyasında mağara obrazı çox önəmli bir yer tutur. Çünki mifoloji anlayış olaraq mağara ölüm deməkdir, ölümü təmsil edir. Bu obraz romanın mifoloji qatına aid bir məfhumdur. Elə bu romanın özündə də biz mağara obrazını görürük ki, yeraltı dünyaya keçid simvolu kimi göstərilmişdir. Çünki əsər boyunca ölən obrazlar olduqca ölən şəxslərə soruşanda ki, hara, yolun hayanadır qardaş, ölülər cavab verirlər ki, Baba Kahayadır və əsərin poetik dilində biz çox tez-tez görürük ki, eşidirik ki, Baba Kaha insanlar arasındakı ədalətsizlik pozulanda, ədalət tərəzisinin gözü səhv düşəndə, bu iki ayaqlı bəndələr Allahsızlaşmağa başlayanda Baba Kaha bir külək qoparır və o külək aləmə səs salır. Və beləliklə Baba Kaha insanları cəzalandırmış olur. Yusif Səmədoğlu bu obrazı yaradarkən Baba Kaha obrazını həm çox müqəddəs şəkildə göstərmişdir, həm də onu toxunulmaz şəkildə göstərir. Onun toxunulmazlığını həm də hardan anlaya bilirik? Əsərin sonlarına yaxınlaşarkən 3-cü dönəmdə biz görürük ki, Sovet hakimiyyətinin artıq sonlarıdır, ancaq yenə də Sovet hakimiyyəti bu Baba Kahanın yerləşdiyi, bu mağaranın yerləşdiyi dağı partlatmaq qərarına gəlibdi. Çünki yerində çox dəbdəbəli bir bina tikmək istəyir. 4 alpinist dağa dırmaşır ki, Baba Kahanın yerləşdiyi həmin o ərazini, o mağaranı partlatsın. Və bu zaman Baba Kahadan çıxan bir duman, bir külək o 4 alpinisti öldürür və biz onların ölümlərinin şahidi oluruq və beləliklə o mağaraya bir şey olmur. Öz toxunulmazlığını qoruyub saxlayır. Biz əslində başqa xalqların da mifologiyalarında mağara obrazının müqəddəsliyini görürük. Yəni mifoloji qatda mağara obrazı həmişə olmuşdur. Misal üçün Macar mifologiyasına görə dünyanın sonunda bir mağara var və bu mağaranı Yel Ana adında birisi qoruyur. Və bu Yel Ana mağarada yaşayır. Təhlükə anında isə Yel Ana qasırğa qopararaq bir külək əsdirir. Və beləliklə öz o qoruma funksiyasını, mağaranı qoruma funksiyasını yerinə yetirmiş olur. Digər bir maraqlı obraz isə Kirli Kir obrazıdır ki, bunun haqqında müəyyən qədər mən danışdım. Kirli Kir obrazı ilə yazıçı əsərdə öz tarixini, öz milli kimliyini unutmuş insanlara onun kimliyini xatırlatmağa çalışır. Yəni o milli yaddaşsızlığımızı bərpa etməyə çalışır, bizə göstərməyə çalışır. O insanları ifşalayır, bildirir ki, insanlar əslində üzdə görsəndikləri kimi mükəmməl, sakit, çalışqan deyillər. Əslində arxa planda nələrlə məşğul olduqlarını Kirli Kir bir növ ifşalayır deyə bilərik. Və bu obraz alleqorik obrazdır. İnsan kimi danışır, balaca bir siçovuldur. Mən deyərdim ki, Azərbaycan ədəbiyyatındakı maraqlı bir obrazlardan biridir.
Digər bir məkan obrazı isə Kürün qurumuş vadisidir. Eee, Əsər boyu, roman boyu biz çox gördük ki, əsərdə ölən şəxslər Kürün qurumuş vadisindən keçərək Babakahaya gedirlər. Elə bu yol üstündə onlardan soruşulur ki, yolun hayanadır qardaş? Onlar cavab verirlər ki, Babakahayadır. Kürün qurumuş vadisi bir məkan obrazıdır və bəli, insanları, ölüləri ölümə aparan bir yoldur. Yuxu və işıq motivləri haqqında danışmaq istərdim. Bildiyiniz kimi əslində mifologiyada, mifoloji qatda yuxu motivi çox işlədilibdir bizim xalq ədəbiyyatımızda da, mifologiyamızda da və biz bu əsərdə də bunun şahidi oluruq. Ancaq onu deyərdim ki, yuxu ilə işıq motivləri arasında bir əlaqə var. Əlaqəli şəkildə yazıcı göstərmişdir. Elə gəlin əsərdəki yuxulardan birinə baxaq ki, mənim çox xoşuma gəldi bu hissə. Əsərdə 3-cü dönəmində, hansı ki müasir dönəmində xəstə obrazı göstərilərkən onun yuxusu təsvir olunur. O belə bir yuxu görür. Yuxuda görür ki, bir pilləkənin aşağısındadır və yuxarıdan bir ağ işıq gəlir. Və orada xəstə qeyd edir ki, hər kəsin özünün bir işığı var. Fərqli rənglərdə və mənim işığım da bəyaz bir rəngdə olan işıqdır. Yuxarıdan bir bəyaz işıq gəlir. O yuxarıya baxanda görür ki, ağ, uzun saçları olan bir qız yuxarıda dayanıb və xəstə ona doğru yönələrək əlini uzadır və ona getmə deyir. Bu xəstənin yuxusudur. Və bu yuxunu oxuyanda biz düşünürük. Bu qız kimdir? Kim ola bilər? Videonun başında da sizə qeyd etmişdim. Əsərin 1-ci dönəmində də Gavur qızı adlı bir qız var. Bu qızın da təsvirində ağ, uzun saçları olan bir qız canlandırılır və göstərilir. Və biz 1-ci dönəmi də oxuyanda orada belə bir hadisə də var. Bu qızı hökmdar azad edir. Deyir ki, hara gedirsənsə çıx get. Gavur qızı çıxır gedir, meşəyə doğru gedir ki, qaçsın, canını qurtarsın bu yeni gələnlərdən. Öz xalqının yaşadığı əraziyə getmək istəyir. Və onun yolu meşədən düşür. Meşədən keçərkən yorulur və uzanır, yatır meşədəcə. Burada yatarkən bir yuxu görür. Yuxuda görür ki, bir pilləkənin başındadır və aşağı tərəfdə bir daha doğrusu səhv etmirəmsə başının üstündəmi yoxsa yuxuda görür ki, qırmızı bir işıq var. Burası dəqiq yadımdadır. Qırmızı bir işıq yanır onun da yuxusunda. Onda artıq bəyaz deyil. Və görür ki, o pilləkənin başındadır. Pilləkənin aşağısında isə bir xəstə var. Bu xəstə kişi biraz qoca görsənir, biraz xəstə hal görsənir və görür ki, kişi ona əlini uzadıbdır və ona deyir ki, getmə. Və qız yuxusundan ayılır. Yəni 1-ci dövrdə və 3-cü dövrdə görülən yuxular və bir-biri ilə əlaqəsi olmayan iki şəxs, amma bir-birini yuxuda görməsi. Bu bir tərəfdən mənə düşündürür ki, ola bilsin ki, Sədi Əfəndinin yazmış olduğu 2-ci dövrdəki Sədi Əfəndinin yazmış olduğu Qətl Günü romanını oxuyandan sonra xəstə, hansı ki, Sədi Əfəndinin qızı Səlimə xanım bu əlyazmanı gəlib xəstəyə vermişdi. Xəstə bu romanı oxuduqdan sonramı bu romanın içində Gavur qızı obrazı mı vardı? O Gavur qızını mı yuxusunda görmüşdü ona görə, yoxsa aralarında nə cür bir əlaqə var idi? Mən tam olaraq başa düşmədim. Başa düşən olsa kommentlərdə yaza bilər. Ancaq belə bir əlaqə var orada. Digər tərəfdən isə bu qız kim ola bilər? Sualını düşünəndə mən düşündüm ki, 3-cü dövrdə belə bir belə bir hadisə təsvir olunur. Xəstə cavan olarkən, hələ evlənməmişdən, bu xəstənin
bu xəstə bir qadınla tanış olur. Margo adında bir qızla tanış olur. Bu Margo Azərbaycanlı deyil, xaricidir. Ə, Qeyd olunmur hansı millətdəndir, ancaq qəribə bir şəkildə təsvir olunur. Deməli xəstə deyir ki, bu qızı ilk gördüyü anda fikirləşir ki, bilmirəm niyə, amma onu görən kimi nə sənətin sahibi olduğunu o dəqiqə başa düşdüm. Burada açıq şəkildə deməsə də, yazıçı sanki bizə bildirmək istəyir ki, bu qız yüngül həyat tərzi keçirən bir qızdır. Mən belə başa düşdüm. Xəstə bu Margo adlı qızla bir neçə ay bərabər yaşayır. Bir gün xəstəyə xəbər gəlib çatır ki, Margo polislər tərəfindən tutulmuşdur. Və o bir bandanın, bir qruplaşmanın üzvü olmaqda ittiham olunur. Və Margo bu zaman xəstənin adını polis əməkdaşlarına vermişdir ki, ona zəmin dursun və gəlsin, onu tanıdığını desin və bunun nəticəsində Margo azad ola bilər. Xəstə gəlir polis bölməsinə. Polis əməkdaşları vəziyyəti danışır və qeyd edir ki, Margo sizin adınızı vermişdir ki, onu tanıyırsınız. Ancaq xəstə Margonu tanımadığını deyir və polis bölməsindən çıxır, gedir. Daha sonra Margonun başına nə gəlir bilmirik. Ancaq düşündürür ki, oxucunu xəstə olarkən, artıq xəstəliyi baş verərkən, evli olarkən, həmin o dövrdə həyatının sonlarında, çünki əsərin sonunda xəstə vəfat edir. Spoiler. Xəstə bu yuxusunu görən zaman Margonu mu əslində fikirləşirdi? Əslində Margoya qarşı etdiyi səhvi mi düşünmüşdü? Onun vicdan əzabı iləmi belə bir yuxu görmüşdü? Və yaxud da ki, Margo birinci dövrdəki gavur qızının nəslindən gəlmiş ola bilərdimi? Nəyə görə bunu deyirəm? Çünki bu üç dönəmin arasında həqiqətən də bir əlaqə var. Sanki müasir dövrdə olan müəyyən obrazlar keçmiş dövrdəki o obrazların davamıdır kimi görsənir mənə. Və əgər Aydil Salahov Qəmbəroviç hökmdar nəslindən gəlirdisə, eyni qanı daşıyırdısa, eyni hərəkətləri etdisə, yəni eyni tip xüsusiyyətlərə sahib bir insan oldusa, Səlimə xanım bir növ öz atasının əlyazmasını gələcək dönəmə gətirib çatdırdısa, hansı ki, Səlimə xanım psixoloji cəhətdən problemləri olan bir şəxs kimi göstərilmişdi. Yəni insanların qeyri-ciddi yanaşdığı bir insan kimi göstərilirdi və eləcə də digər əvvəlki dövrdə Üfləmə Qasım kimi insanlara adi görsənən bir saray təlxəyi obrazının əlyazmaları gətirib digər bir dövrə çatdırmaq istəyi Səlimə xanımla hardasa Üfləmə Qasımı birləşdirirdisə, ya da Sədi Əfəndinin birinci dövrdəki o edam olunan şairlər kimi bir şair olduğu göstərilirsə, onların irsinin davamçısı olduğu göstərilirsə, mən dururam və düşünürəm ki, bəlkə Margo da gavur qızının davamçısı idi. Onun təkrarı idi digər dövrlərdəki. Bu əsərin qarışıq olması kimi mənim videomda müəyyən qədər qarışıq oldu, ancaq bu demək deyil ki, bu əsər önəmsiz əsərdir. Çox güclü bir əsərdir, çox önəmli bir əsərdir. Bu əsər Sovet dönəminin sonlarında, Sovet hakimiyyətinin sonlarında yazılmış olan və bizə, bizim xalqımıza, millətimizə öz keçmişimizi, milli kimliyimizi xatırlatmağa çalışan çox önəmli bir əsərdir. Və ona görə qiymətsiz əsər deyərdim və qeydə alsaq ki, magik realizm üslubunda yazılmış bir əsərdir və bu onun deyərdim ki, ədəbi təsir gücünü daha da artırır. Yusif Səmədoğlunun bu əsərini oxumağınızı və ssenari müəllifi olduğu Qətl Günü filminə də baxmağınızı şiddətlə tövsiyə edirəm. Çünki filmə baxdıqdan sonra mən deyərdim ki, əsərin, kitabın gücü daha da artır.
və yenidən oxumaq istəyirsən ki, mən eyni şey etdim. Səsli kitabı oxudum, daha sonra filminə baxdım, daha sonra yenidən qayıdıb mən əsəri oxudum. Belə. Gələn görüşlərədək.